Aha, deməli, keçən dərs aktiv müqavimətdən və kondensatorun müqavimətindən, yəni tutum müqavimətindən danışdıq. İndi danışacağıq sonra induktiv müqavimətdən. İnduktiv müqavimət nədir? Əlbəttə ki, sarıqacı belə deyək də, dəyişən cəriyana göstəriləcəyi bir müqavimət, həmin o sarıqacın dəyişən cəriyana göstərəcəyi müqavimət bizim üçün sarıqacın induktiv müqaviməti olacaq. Necə ki, məsələn, dedik ki, tutum müqavimətinə biz deyəcək kondensatorun dəyişən cəryanı göstərdiyi müqavimət tutum müqavimətdir. Eləcə də sarıqacın dəyişən cəryanı göstərdiyi müqavimət də induktiv müqavimət olacaq. Deməli, burada da ardıcı yazsaq, elə üçüncü idi da, yəni o ikisini keçən dərs demişik deyə, elə qaldığımız yerdən davam edək. İnduktiv müqavimət. Uşaqlar, induktiv müqavimət əlbəttə ki, yenə sarıqacın yaratdığı müqavimətdir. Gəlin hətta onun şəklini də çəkək ki, yəni biz bilək də burada nədən söhbət gedir. Digər ikisinin şəklini çəkmişdik. Deməli, burada elə birində bilirsinizsə rezistor birləşirdi, birində kondensator birləşirdi. Burada da əlbəttə ki, adına uyğun olaraq burada da sarıqac birləşəcək və yenə də gərginlik və s. də qaldığı yerdən davam olacaq. Burada da U gərginliyimiz var. Deməli, burada belə qütblər yazaq, burada U. Aha, bu belə, yəni sarıqacdır. İnduktivliyi sarıqacdan söhbət gedir. Bu dövrdə uşaqlar cəryan şiddətinin fərzi isə cəryan şiddəti I bərabərdir. I maksimum kosinus omega t qanunu ilə yaranacaq. Bax, bu qanunla yaranır. I bərabər I maksimum kosinus omega t. Dövrdə dəyişən cəryan keçəndə də nə olacaq uşaqlar? Dəyişən cəryan keçirsə, əlbəttə ki, mütləq şəkildə cəryan dəyişirsə burada induksiya hadisəsi baş verir. Ona görə də induksiya EHG-si yaranacaq. Gəlin görə EHG necə yaranacaq uşaqlar? EHG nə idi? EHG bərabər idi. Mənfi L delta I bölək delta T. Bu nə deməkdir uşaqlar? Mənfi L I-dən birinci tərtib törəmə deməkdir. Onda sən burada kosinusdan törəmə alarsan. Kosinusun törəməsi mənfi sinusdur. Onda EHG bərabər olacaq. Mənfi EHG maksimum sinus, kosinusdan yəni sinus alınır. Sinus omega T. Düzdür? Bax, bu şəkildə olacaq. Yenə deyirəm, burada bəs necə alınır bu əslində uşaqlar? Baxın. I maksimum kosinus omega t-dən birinci törəməmiz I maksimum alınır. Sonra kosinusun omega t-nin də törəməsi buradan təzədən alınır, omega alınır. Yəni ona görə burada əslində L I maksimum omega olur ifadəmiz, yəni EHG maksimumun yerində. Sinus omega t-lər yenə də özü olduğu kimi qalır. Sadəcə indi biz burada uzatmamaq adına elə kosinusun törəməsi mənfi sinus çəkirik. Həmişə yadınızda saxlayın ki, bu kəmiyyətdən sonra, bərabərdən sonra ilk həmin kəmiyyətin maksimal qiyməti alınır onsuz da. Ona görə də yəni bu şəkildə yazırıq. Bu da olur bizim üçün EHG-nin ifadəsi, belə deyək. Aha, bu da olur EHG. İndi sarıqacın uclarındakı gərginlik də nə olacaq uşaqlar? Öz-özünə induksiya EHG-si ilə əks işarəli olacaq. Çünki ümumiyyətlə gərginlik mənfi EHG-dir da, düzdür uşaqlar? Onda U-nu mən tapsam buradan, U həmişə mənfi EHG-yə bərabər olacaq induksiya qiymətinə. Yəni, onda yerini yazsam, U nəyə bərabərdir? U maksimum, deməli, bərabər olacaq. Qarşısına mənfi düşəcək də burada. Burada bu mənfinin yerinə yoxdur. Yəni, bu elə ki, burada mənfi eləyir uşaqlar. O mənfi ilə kosinusun törəməsindəki sinusun mənfisi toqquşur da. Yəni, elə ki, bu burada mənfi var, bu mənfi var. Kosinusun törəməsi də mənfi sinus. Bu mənfi burada var. Bu i-dən çıxan mənfi ilə bu mənfi toqquşur, bunu müsbətləşdirir. Ona görə burada U bərabər olacaq nəyə? Mənfi deməli, yerinə mənfisi ilə yazacaq da. Mənfi EHG maksimum sinus omega t. O qarşıdakı mənfi də itirmək üçün əlbəttə ki, biz burada nə edəcəyik? Kosinus gətirəcəyik də məsələyə. Mənfini itirmək üçün yazırsan U maksimum, EHG maksimum yox. U maksimum. Hətta EHG maksimum da mənfisinə bərabər olduğuna görə elə EHG maksimum yaza bilərik. Yəni U maksimum da bir şey yaza bilərsən. Fərqi yoxdur. Sadəcə əks işarə ilə malikdir. Vəssalam. İndi burada da bunu eləyəndə gəl belə yazaq da bunun davamın bərabərliyin başqa hissəsini yazaq. Burada belə yox, belə yazaq. U bərabərdir. Deməli, mənfi U maksimum. EHG-nin yerində elə ki, bir dəfəlik U yazıram da. U bərabərdir. Mənfi U maksimum sinus omega t. Ya da mənfini itirmək üçün U maksimum kosinus omega t yazıram. Omega t üstə gələk pi bölü 2 yazıram da o mənfi itirmək üçün. Bu şəkildə. Yəni, bu ikisi də olur bizim üçün gərginliyin ifadəsi. Yəni, burada gərginliyi götürsən, sadəcə onu bil ki, gərginlikdən istifadə eləyəndə EHG-nin mənfisini götürəcəksən. Tutalım, EHG-nin qrafiki məsələn belədirsə, EHG-nin qrafiki tutalım ki, EHG-nin zamanlı asılı qrafiki belə sinusda belədirsə, sinus belə.
Sinusa belədirsə, U-nun zamandan asılı qrafiki artıq bax belə olacaq, mənfidən. Yenə həmən sinus, amma mənfidən. Çünki mənfi işarə ilə ona bərabərdir. İnduktiv sırağacda belə bir şey var, mənfi işarə ilə ona bərabərdir. Bax bu şəkildə. Bu da olur, deməli, gərginliyin ifadələri. Daha sonra biz burada nə görürük? Görürük ki, gərginlik rəqsləri, U rəqsləri nə oldu uşaqlar? Cəryan şiddətinin rəqslərini, I rəqslərini pi bölü 2 qədər qabaqlayır. Yaxşımı? Yəni, sinusdan da baxanda, onsuz da kosinusdan, sinusdan baxanda burada pi bölü 2 qədər qabaqlayır. Ya da elə buradan da baxırsan ki, kosinus üstə gələ pi bölü 2-dir da. Buradan da görürsünüz. Çünki yenə deyirəm, sən EHG-ni tapmaq üçün neynədir? Cəryan şiddətinə o pi bölü 2 qabaqlamaz söhbətini biraz uşaqlar başa düşmür. Uşaqlar, törəmə alırsa qabaqlayır. Və məsələn, burada EHG neynir? EHG nədir? Bərabərdir cəryan şiddətindən törəmə. Yəni, EHG cəryanı pi bölü 2 qədər qabaqlayacaq. 2 qat törəmə olsaydı pi qədər qabaqlayardı. Bir dəfə törəmədir deyə onda cəryan şiddəti EHG-ni pi bölü 2 qədər qabaqlayır. Yaxşımı? Bax, bu şəkildə yadınızda saxlayırsınız. Aha. Yəni, pi bölü 2 qədər qabaqlamaq bu deməkdir. İndi burada bir dənə sizə deyim ki, induktiv müqavimətdə də bu həmən şey var. Məsələn, biz demişdik ki, aktiv müqavimətdə I bərabərdir, U böl R demişdik. Kondensatorun müqavimətinə I bərabər U bölə XC demişdik. XC-nin də yerinə nə yazmış uşaqlar? 1 bölə omega C. Düzdür. İndi bu tutum müqavimətində də o induktiv müqavimətdə də belə yazarsan. I bərabər U bölə XL. XL də uşaqlar omega L deməkdir. Yəni burada tutum müqavimətlə induktiv müqavimət arasında belə bir şey var. Tutum müqavimətdə 1 böl var, amma induktiv müqavimətdə yoxdur. Yəni XL induktiv müqavimət bərabərdir elə omega L-ə. Yəni 1 böl zad məsələsi yoxdur da burada. Onda induktiv cəryan şiddətini tapsan I bərabərdir U bölək XL. Yəni həmişə gərginliyi müqavimətə bölürsən axı. U bölək omega L alınacaq. U bölək omega L. Daha uşaqlar, bu omeganın yerində 2 pi nü yazmaqdır. Omeganın yerində 2 pi bölək T yazmaqdır. Bunlar artıq sizin işinizdir da. Onları yadınızda saxlayın. Ohm qanunun ödənməsi bax buradan bu şəkildə olacaq. İndi onları ümumi də sizə fərqli şəkildə hamısını birləşdirib deyəcəm ki, qarışdırmayasınız. Bax, bu şəkildə bunun cəryan şiddəti alınır. XL ümumiyyətlə nə oldu? Omega. Yəni, istəsən burada omega L-in yerində 2 pi nü L yaza bilərsən ya da 2 pi bölək T vuraq L yaza bilərsən. Buradan da müqavimətin tezliklə, düz, periodla tərs asılı olduğunu və s. də asanlıqla görə bilirik. Yaxşımı? Bax, bu şəkildə. İndi burada bir neçə dənə qayda var uşaqlar. Mən o qaydaları da sizə deyim, yəni qeydləri də mən sizə deyim. R müqavimət, C kondensator və L sırağac. Deməli, onda burada ümumi tutum nə olacaq uşaqlar? Z bərabərdir kök altında R kvadrat, üstə gələk XC çıxaq XL kvadrat. Düzdür? O da bərabərdir kök altında R kvadrat, üstə gələk XR-nin yerində 1 böl omega C, üstə gələk XL-in də yerində omega L-in kvadratı yazırsan. Və s. Bu olur bizim hazır düsturumuz. Yəni, qayda şəklində bu şəkildə hazır düsturdan istifadə olunacaq. Əgər ümumi müqavimət tapmaq istəyirsənsə, 3 dənəsi də ardıcıl birləşibsə. Aktiv müqavimət R idi da. Düzdürmü? Aktiv müqavimət. Bunları yəni qısa belə öyrənmək istəyirəm ki, öyrədim sizə. Əslində bilirik, əlbəttə ki, bunları. Sadəcə daha dərindən baxsaq, aktiv müqavimət rezistordur da. Yəni, burada I bərabərdir. U böl R ohm qanunu ödəniləcək. Yaxşımı? Bu aktiv müqaviməti. Adi rezistordur, adi rezistorun tənlikləridir. Burada ikincini yazanda, yazıram, məsələn, tutum müqaviməti. İkinci olsun tutum müqavimət. Tutum müqavimətin, deməli, özünün müqaviməti var idi da. Aktiv müqavimətdə R rezistoru idi. Tutum müqavimətdə biz buna X indeksində C dedik. Onda I bərabərdir. Gərginliyin yerində U elə qalacaq. Müqavimətin yerində bu səfər tutumun müqaviməti olan XC-ni yazdım. Və biz həm də öyrəndik ki, tutumun müqaviməti özü XC nəyə bərabər idi? 1 bölək omega C-yə. Onda bərabərdir U bölək, XC-nin yerinə 1 bölək omega C yazırdıq. Yəni, U omega C alınır ifadəmiz. Düzdür. İndi buradan mən də həm də bərabərdir U omeganın yerinə 2 pi nü yaza bilərəm. 2 pi nü C. Ya da bərabərdir, nə yaza bilərəm? U omeganın yerinə 2 pi böl T vuraq C yaza bilərəm. Düzdür. Bax, bu şəkildə. Yəni, mən bu məsələlərdən nə görürəm? Cəryan şiddəti, məsələn, nüdən düz asılıdır. Görürsünüzmü? Cəryan şiddəti I, nüdən, məsələn, burada düz asılıdır. Bunu mən asanlıqla görürəm. Düzdür? Ya da, məsələn, burada cəryan şiddəti perioddan tərs asılıdır.
məxrəcləri biri sürətdə, perioddan tərs asılıdır. Bunları görə bilirəm. Fikir verdinizmi? İndi məsələn induktiv müqavimətdən danışanda isə bunu yenə də öz düsturun yerinə qoyub tapsam, induktiv deməli müqavimət. Orada görək necədir bəs məsələ. Yəni buna aid məsələlər düşə bilər. Düsturdan əslini görə bilərik. Yenə də cəryan şiddəti bərabərdir. Gərginliyi bölək müqavimətin yerinə bu səfər XL yazıram. XL-dir çünki burada bizim müqavimətimiz. XL-i də bildik ki, nəyə bərabərdir? Omega ilə bərabərdir. Düzdür? Omega ilə. Aha. Onda bərabərdir U bölək XL-in yerində elə day 1 böl zad yox, elə omega il yazıram. O da bərabərdir. Buradan alınır U bölək 2 pi nu l və ya bərabərdir U bölək 2 pi t qalxır yuxarı uşaqlar vuraq el. Buradan nə görürəm? Buradan görürəm ki, artıq cəryan şiddəti bu səfər nü ilə tərs asılıdır. Cəryan şiddəti bu səfər cəryan şiddəti bu səfər l-lə daha doğrusu periodla düz asılıdır. Yəni bu şəkildə baxın qrafikləri özünüz çıxartmağı da bacarmalısınız. Yəni onsuz da düsturda yerini yazanda omeqanın yerinə də 2 pi nü ya da 2 pi bölək t yazmağı bacaranda bunların hamısı alınacaq. Yəni bu şəkildə. O bayaqki məsələmizdə də bildiniz də ümumi müqaviməti tapanda onların ikisinin belə deyək də daha doğrusu aktiv müqavimətin kvadratının üstünə gəlirsən tutum müqaviməti ilə induktiv müqavimətlərin fərqinin kvadratın kök altında. O bizim üçün ümumi müqaviməti göstərir. Bax bunu da qeyd kimi yazarsınız, yəni qeydlərinizə əlavə edirsiniz ki, yaddan çıxmasın.